Çiçəkləmə vaxtı demək olar çiçəklər çox idi. İndi baxdığımızda görürük ki, çiçəklərin bəziləri belə deyək də saplağından da tökülüb. Düzdür, üstündə çiçək var, amma birinci açdığı qədər deyil də, yəni məhsuldarlığı o qədər deyil. Şimal bölgəsinin əsas meyvəçilik mərkəzlərindən biri olan Qubada bu il yaz mövsümü bağ sahibləri üçün elə də əlverişli başlamadı. Fermerlər iddia edir ki, aprel ayının yağışlı keçməsi ağacların tozlanmasına mənfi təsir göstərib. Bəzi bağlarda isə çiçəklərin vaxtından əvvəl tökülməsi müşahidə olunur. Nəticədə məhsuldarlığın təxminən 30% aşağı düşməsi fermerləri narahat edir. Bunun xüsusilə ərik və alça meyvələrində özünü büruzə verəcəyini deyirlər. Aprel ayı bildiyimiz kimi havalar çox yağışlı keçdi, soyuq keçdi, temperatur aşağı oldu. Yəni biz gözləyirik ki, hardasa bir 50% yəni tutma, yəni tozlanma olsun. İndi tam dəqiq deyə bilmərik, ancaq onu deyə bilərik ki, məhsuldarlıq çox aşağıdır. Biz fermerlər sevinirdik ki, ilk növbədəki yaxşı çiçəklənmə gedib, yaxşı tozlanma olacaq. Biz qarşıda gələn aylarda biz yaxşı məhsul götürəcəyik. Çox təəssüflər olsun ki, bu yağışların, havaların belə yağmurlu keçməsi, soyuq keçməsi biz fermerlərə də çox mənfi təsirdir. Ona görə ki, çiçəklənmə dövründə tutumun qarşısını alır, ona ziyan verir. Davamlı yağıntılar arıların aktivliyini azaldır. Külək və rütubət isə tozcuqların yayılmasına mane olur. Nəticədə ağaclarda mayalanma prosesi tam getmədiyindən gələcəkdə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yəni havanın temperaturu ümumiyyətlə götürdükdə 11 dərəcədən 12 dərəcədən yuxarı olmadığına görə o arılarla tozlanma, həşəratlarla tozlanma prosesi zəif getmişdir. Eyni zamanda havanın soyuq və rütubət keçməsi nəticəsində bir sıra xəstəliklərin, yəni kərdəkli meyvə bitkilərində xüsusilə manilyoz, klosterosporioz xəstəliklərinin kütləvi inkişafı baş vermişdir. Bunun nəticəsində də xüsusilə ərik qaysı bitkisində, eyni zamanda alçada bu özünü büruzə vermişdir. Mövcud vəziyyət bu mövsümdə yerli məhsulların bazara çıxarılmasını da şübhə altında qoyur. Lakin mütəxəssislər deyir ki, yağışın təsiri bitkinin xüsusiyyətindən asılıdır. Məsələn, yağış tez yetişən alça və ya ərik növünə mənfi təsir göstərsə də, gec yetişən məhsullara elə də ciddi təsir etmir. Bir məqamı da vurğulayaq ki, ölkə ərazisində yağıntının qeyri-bərabər paylanması bəzi fermerlərin üzünü güldürüb. Məsələn, Ağsuda bağ sahibləri məhsuldarlıqdan razı qalıb. Göyçayda isə fermerlər Qubadakı fermerlərlə eyni problemi yaşayıb. Mütəxəssislər məhsul itkisinin qarşısını almaq üçün fermerlərə profilaktik tədbirləri gücləndirməyi tövsiyə edirlər. Yaz fəslində yağıntıların bitkiciliyə, xüsusilə də dənlə taxılı bitkilərin inkişafına müsbət təsiri vardır. Lakin hər bir bitkinin bioloji xüsusiyyətindən asılı olaraq yaz yağıntıların təsiri fərqlidir. Eyni zamanda qeyd etmək istəyirəm ki, meyvə bitkilərinin növündən asılı olaraq gec yetişən, orta yetişən və tez yetişən sortları vardır. Bu bitkilərin yetişkənliyindən asılı olaraq çiçəkləmə və mayalanma fazaları müxtəlif vaxtlarda olur. Bu sortların hər hansı birinin çiçəkləmə və mayalanma fazası yağışlarla eyni vaxtda düşərsə, müəyyən risklər yarada bilər. Lakin vaxtında aparılan aqrotexniki və fitosanitar tədbirlər bu riskləri minimuma endirir. Nəticə olaraq qeyri-sabit yaz havası meyvə bağlarında müəyyən çətinliklər yaratsa da vəziyyət tam olaraq ümidsiz sayılmır. Vaxtında görülən aqrotexniki tədbirlər və hava şəraitinə uyğun düzgün yanaşma ilə məhsul itkisinin bir hissəsini kompensasiya etmək mümkündür. Fermerlər isə bundan sonraki mövsümdə daha əlverişli şəraitin olacağına ümid edirlər.